Uşaqlar salam. Bugünkü testimizin izahında sizə hədəf testindən alkenlər testinin izahını verəcəm. Keçək suallarımızın izahına. Propen. Propen alkendir. Disiklopropan da disikloalkanlara aiddir. Hər ikisinin formulu C3H6'da yığanda polimerləşir. Hər ikisinə aid deyil. Çünki disikloalkan doymuşdur. Onlar polimerləşmir. Molekulunda 3 qeyri-polyar var. Burada qeyri-polyar 3 dənədir. Bəli. Qeyri-polyar C-C arası xəttlərdir. Burada da 3 dənədir. Gördüyümüz kimi burada da 3 dənədir. 2 düz. 12 dənə hibrid var. Bunlar sp2'dir. Bu isə sp3'dür. Hər sp2'də 3 hibrid. Hər sp3'də 4 hibrid. Burada elə 10 dənə hibrid oldu. Yəni 3 ortaq olanmaz. Bromla birləşmə reaksiyasına daxil olur. Bəli, bu doymamışdı deyə birləşməyə girəcək. Disikloalkanlar isə doymuşdu. Onlar birləşmə reaksiyasına girmir. Amma içərisində 3 bucaqla 4 bucaq istisnadır. Onlar hidrogenlə də, halogenlərlə də, eləcə də hidrogen halogenitlərlə birləşmə reaksiyasına daxil olur. Ona görə 2 ilə 4 cavab C variantı. İkinci sualda. Deməli, 1,2 dibrom butana sink metalı gələndə hansı maddə alınır? Tərkibində 2 halogen olan alkanın üzərinə metal gələndə, əgər halogenlər yanaşıdırsa, oradan alınır. Halogenlər yanaşıdırsa alken, aralıdırsa disikloalkan alınır. Burada halogenlər yanaşı olduğu üçün alken alındı. Bunda adı buten 1'dir. Cavab B variantı. Buten 1. 1, 2, 3, 4. Buten 1'dir də. Üçüncü sualda maddəmiz alkendir. Alken əvvəla CNH yazılır və buradan da görsənir ki, hidrogen karbondan 2 dəfə çox olur. İndi əgər karbonun sayı A+2'dirsə, onda hidrogeni nədir? 2A üstə gəl 4'dür. 2'yə vurduq da. Molekulunda sigma rabitələrin ümumi sayı. Alkenlər alifatik zəncirə sahibdir. Alifatiklərdə sigma rabitədə ümumi atomun sayından bir vahid əksik olur. Burada da ümumi atom 3A+6'dır, bir əksik 3A+5. Üçüncüdə C variantı. Dördüncü sualda. Buten 1. Buten 1 budur. H-bromla Markovnikov qaydasından gedir, bəli. Əgər iki qatın birləşdiyi karbonlarda hidrogenlər eyni olsa, Markovnikov tətbiq olunmur. Amma burada hidrogenlər fərqlidir. Hidrogen çox olan tərəfə, brom az tərəfə birləşəcək. Bir düzdür. Cis trans izomeri var, xeyr. Alkenlərdə cis trans izomerlik 2 halda olmur. 1. 2 qat ucda olanda, bir də 2 qatın birləşdiyi karbona keyni radikal birləşəndə. Burada 2 qat ucdadır, cis trans yoxdur. Molekulunda sp2, S sigma 3 dənədir. Bəli, bu karbonlar sp2'dir. sp2, S nədir bilirsizmi? sp2 karbona birləşən hidrogen 3 dənədir, bəli, düzdür. Hidratlaşanda butanol 1 alınır. Xeyr, mən bunun üstünə su gələndə hidrogen çox olan tərəfə, OH az tərəfə birləşir. Və burada butanol 2 alınır. Ona görə cavab 1 ilə 3'dür. Yəni cavab Y variantıdır. 5-ci sualda. Naməlum alken, yazıram CNH. Tam yanmasından bu qədər su alınıb deyir. Alken yananda nə verəcək? CO2 su. İndi su istədiyi üçün elə suya doğru sxem qururam. Tənliyi yazdım, əmsallaşdırdım. 0,2 mol, molun altı əmsal. 14,4 qram su, bu da 18 N. Vergülləri atdım, bununla bu gedəndə 72 eləyir. 72'yi 18'ə böləndə N4 eləyir. Deməli bu C4 H8'dir. Burada da ümumi 12 dənə atom var. Yəni C variantıdır. 6-cı sualda. Alkan. Karbon atomların sayı A'dır hər ikisində. Alkandan alkəndə. Sigma rabitələr. Baxın, alkan CNH üstə gəl 2'də. Alken CNH. Bunların hər ikisi alifatikdir. Alifatiklərdə sigma rabitə ümumi atomun sayından bir əksik, disikliklərdə isə ümumi atomun sayı qədərdir. Burada sigma 3n+1'dir. Burada sigma isə 3n-1 olacaq. Ümumi atomun sayından bir əksik elədir. 3n+1'i 3n-1'ə böləndə deyir, 11'də 13 alınır. N4 elədi. İndi alkeni tap deyir. Alken eləyir C4H8. Burada hibrid orbital. Alkenlərdə 2 dənə karbon nağdı sp2'dir. 4'dən 2'yi çıxanda 2 dənəsi də deməli sp3'dir. Aha. Deməli 1 sp2'də 3 hibrid var. İkisində eləyir 6.
Bir sp3-də 4 hibrit var. İkisində eləyir 8. 6 ilə da 8-in cəmi. Deməli S4H8-də obşi 14 dənə hibrit var. 6-da B variantı. 7-ci sualda 2 brom 3 metil butana natrium spirtə məhlula təsir etdikdə alınan alken adını müəyyən edin. Butan 4 karbon düzüldü. 2 brom 3 metil 2 brom 3 metil H3H H3 üzərinə natrium spirtə məhlulunu gəldi. Spirt məhlulu. Nə demişəm? Tərkibində bir halogen olan alkanın üzərinə əsasın spirtə məhlulunu gələndə alken, 2 halogenlilərdə isə alkin alınır. İndi burada brom buradan qopacaq. Hidrogen hardan qopur? Hidrogen bromun birləşdiyi karbonun sağına baxırsan, soluna baxırsan. Harda azdısa oradan. Buradan qopacaq. CH3, CH, 2 qat C, CH3, CH3. Gördün? Mən hidrogenlə bromu çıxartdım. Niyə? Çünki natrium bromla birləşəcək. Bax, buradan qopartdığım hidrogende OH-la sizə su verəcək. Bunun da adı. Hər iki tərəfdə 2 qat eyni nömrəyə düşür. Onda radikalın yaxın olan tərəfdən. 2 metil buten 2. Cavab A variantıdır. 7-də A. 8-də. Alkenlərdə bilirsiniz ki, CNH2-dir. Bunlarda hibridin düsturu. İstənilən alkende 2 sp2 var. Onda en sıx 2 dənə var, sp3 var. 1 sp2-də 3 hibrid var, 2-3 əvranda 6. 1 sp3-də 4 hibrid var, bu da 4 en sıx 8. Cəmləyəndə 4 en sıx 2 bərabərdir 14 verib. 4 en bərabərdir 16-ya, en də bərabərdir 4-ə. Deyir, indi bunu elə az ki, Markovnikov qaydası tətbiq olunsun. 4 karbonu olan cavab B-lə C-dir. Buten. Buten 1, buten 2. Variantda bunlar yazılıb da. 4 karbonlu. İndi baxaq. İndi hansında Markovnikov qaydası tətbiq olunur? Əlbəttə ki, bunda. Niyə? Çünki 2 qatın birləşdiyi karbonların yanında hidrogenlər fərqlidir. Burada Markovnikov tətbiq olunmayacaq. Bunun da adı buten 1-dir. C variantı. C variantı. 9-cu sualda 3-4 dimetil penten 1. Penten 5 karbon düzüldü. 3-4 dimetil penten 1. Penten 1. Penten 1, 3, 4 dimetil. 3-cüyə və 4-cüyə metillər birləşdi. Aha. İndi bizə nə deyir uşaqlar? Deyir burada sp3s orbitalların örtülməsindən yaranan sigma rabitə. Bax, bunlar sp2-dir. Bunlarla işiniz olmasın. Bax, bunlar sp3-dür. Niyə sp3-dür? Çünki karbondan yalnız tək qat çıxarsa sp3-dür. İndi sp3s nədir bilirsinizmi? sp3 karbona birləşən hidrogen sayı. Baba, sp3 karbona birləşən hidrogen sayı neçə dənədir? 11 dənə. 11 dənədir də, düzdürmü? Aha. Bəs burada ümumi sigma rabitə neçə dənədir? 2, 4, burada 7 karbon var da, bu maddəni yıxsam C7H14'dür. Biz də belə danışmışıq da, demişik ki, alifatiklərdə sigma rabitə ümumi atomun sayından bir vahid əysikdir. Burada da ümumi 21 atom var. Bir əysik neçələdir atom? Yox. Ümumi atom 21'dir. Bir əysik deməli 20 dənə sigma var. 20 100%dirsə 11-də x-dir. Bununla bu getdi. X eləyir 55. A variantı. 10-cu sualda. 10-cu sualda maddə alken, molekulunda sigma rabitələr. Alken CNH2-dir. Sigma rabitə ümumi atomun sayından bir əysikdir. Çünki alifatikdir. N eləyir 6. İndi C6 H12'dir. Bunun 1 molu yananda oksigen əzmini istəyir. İndi bunu yandırıb əmsallaşdıracağım. Tənliyi yazırıq, əmsallaşdırırıq. Aha. İndi 1 molu tam yananda neçə litr oksigen? X litr. Molun altı əmsal. Bu da 9 vur 22 onda 4. Bunu da vuranda nə qədər eləyir? 9 ve 4 36 3 yadda. 1 20 201 onda 6. Cavab Y variantıdır. Aydın oldu mu? Keçirəm 11-ci suala. Nə deyir 11-ci sualda? 11-ci sualda deyir ki, deməli 1-2 dibrom 3 metil butan. Butan 4 karbon düzüldü. Addan quruluşa keçəndə həmişə sondan başlayırıq. 1-2 dibrom 3 metil. İndi bunun üzərinə sink gələndə
Demişəm ki, monohalogenli alkanın üstə metal gəliriksə, metal halogeni götürür, radikal öz-özündən kopyalanır. Amma o vürs reaksiyası da alkan alınır. Amma dihalogenli alkanların üzərinə metal gələndə halogenlər yanaşıdırsa alken, aralıdırsa sikloalkan alınır. Burada halogenlər yanaşıdır. Ona görə həmən hissədə 2 qat yaranacaq. Burada bir dəqiqə hidrogen birini çox yazmışam. Aha. Deməli, belə bir alken alındı. Üstə gəldi sink brom 2 alınır. İndi cis trans izomeri var, səhvdir. 2 qat ucdadır. Cis trans yoxdur burada. Molekulunda karbon atomlarının 60%-i sp3 hibrid vəziyyətindədir. Baxın, bu karbonlar sp2-dir. Bu karbonlar tək qatlı deyil, sp3-dür. Ümumi 5 karbon var. 5'im 100-dürsə, bunun 3 dənəsi sp3-dür. Bu eləyir 60%. Deməli 2 plus. H-xlorla reaksiyadan. Bunun üzərinə H-xlor gəlirəm. Bunun üzərinə H-xlor gəlirəm. Bir dəqiqə CH üçün də yazım. İndi mən bunun üstə H-xlor gələndə Markovnikov hidrogen çoxa, xlor azad. CH3, CH-xlor, CH, CH3, CH3 elə. İndi bunun adı. Mən sizə alkanlarda bir şey öyrətmişdim. Demişdim ki, əgər zəncirdə halogen varsa, halogen yaxın olan tərəfdən nömrələmək lazımdır. Halogen olanda halogen radikaldan üstünlük təşkil eləyir. Başa düşdünüzmü? Ona görə halogen olan tərəfdən. Adı 2 xlor, 3 metil butandır. Deməli 3 də düzdür. 4-cü molekulunda 32 proton var. Bu maddəni yığsaq neçə bax bu maddəni yığsan hansı maddədir bu? C5H10-dur da elə. Bir karbonda 6 proton var, 6 vur 5. Hidrogende 1 proton var, 1 vur 10. O deyir 40. Səhvdə axı 4 səhvdə. Cavab nə oldu? 2 ilə 3. Yəni cavab C variantı. C yox, üzr istəyirəm. Bu niyə səhv düşüb? Bizə dəqiqə, indi burada nədir? Yəni cavab 2-3-dür. Yaxşı uşaqlar, orada bilmirəm. 2 dənə D variantı qeyd olunur. Səhvən oldu da o yəqin ki ola bilər. 5-ci sualda 5 yox ey. 5 nədir? Mən 11 izah elədim. İndi 12-ci sualdayıq. Bu birləşmənin cis və trans izomerlərin olması üçün X hansı radikallar ola bilər? Baxın, CH5 olanmaz. Niyə? Çünki mən CH3, CH, 2 qat, C. Mən buraya əgər etil qoysam, yəni CH5'i qoydum buraya, açıq yazdım da. CH2, CH3. Burada nətər olur? 2 qatın birləşdiyi bu karbona 2 yeni radikal birləşdiyi üçün cis trans olmur. Ona görə 2 qəti şəkildə ola bilməz, qətiyyən. Amma birinciyi, məsələn, metili qoysan, cis trans olur. Niyə? Çünki nə 2 qat ucdadır, nə də 2 qatın birləşdiyi karbona 2 yeni radikal birləşməyir. Və yaxud da ki, H qoysan. Yenə cis transı var. Ona görə cavab 1-3-D variantıdır. 13-də. Butendir, 4 karbon yazdım. Buten 2, 2 metil. Quruluşu yazdım. sp3, S nə deməkdir? Yəni sp3 karbonlara birləşən hidrogen sayı. sp3 karbonlara birləşən hidrogen sayı 9 dənədir. 10 istəyir də elə bizdən. D variantı. 14-cü. Buradakılar var, bax bu var, bax bunlar sp2, S deyəndə burada bircə dənədir. sp2 karbona birləşən hidrogen bir dənədir. S hidrogen deməkdir. İndi alken deyir. Alken necə yazılır? CNH-gen. İndi bizə deyir ki, molekulunda qeyri-polyar kovalent rabitə sayı. Əvvəla alkenlərdə məsələn nümunə yazıram. İndi burada neçə karbon var? 2. Neçə dənə qeyri-polyar var? 2. Məsələn burada neçə karbon var? 3. Arasında neçə qeyri-polyar var? 3. Yəni demək istədiyim odur ki, məsələn alkanlarda qeyri-polyar karbon sayından bir əksikdir. Çünki onlarda tək qat daxı. Amma alkenlərdə qeyri-polyar karbon sayı qədər olur. İndi bunlar qeyri-polyarı A üstə gəl 2 veribsə, deməli bizim alkenimizdə karbon sayı A+2 olacaq. Baxın, elə bil bizim qeyri-polyarımız N olanda bizim alkenimizin formulu belə idi. İndi bizdə deyir qeyri-polyar belə olsa, alkenin formulunu çıxarırsan. İndi dedim axı alkenlərdə qeyri-polyar karbon sayı qədər olur. Aha, indi A+2 qeyri-polyarsa A+2 karbon var. Hidrogen nədir bə? Alkenlərdə hidrogen karbondan 2 dəfə çox olur. 2 üstə gəl 4. Alken alifatikdir. Alifatiklərdə sigma rabitə ümumi atomun sayından bir vaid əksik olur. Buradan bir əksik. B variantı.
15-ci sualda. 15-ci sualda. 10,5 qram alkenin, alken CNH-gendir. Deyir bunun bromlaşmasını. Brom, CNH-gen, brom 2. Bunu verib 10,5 qram, 14 budur. 200 qram 20%'de brom sərf olunur. 200'ün 20%'ini tap neçə eləyir? Bu eləyir 40. Bromumuz da 40 yazdım. Bu da 160'dır. Bir brom 80'dir. İkisi 160 eləyir. Bundan bu gedəndə 4 eləyir. 42 bərabərdir 14'dən. N eləyir 3'ə. Deməli bu hansı alkendir? C3H6'dır. C3H6. Rabitənin əmələ gəlməsində iştirak edən orbitalların ümumi sayı. Orbitalların ümumi sayı o deməkdir ki, hibriddən qeyri-hibrid. Hibrid, qeyri-hibrid. Hibrid nəyə bərabərdir? Burada 2 dənə karbon sp2'dir. 3 dənənin ikisi sp2'dirsə, onda bir dənə də sp3 var. 2 sp2'də 6 hibrid var. 1 sp3'də 4. Bu da eləyir 10 dənə. Deməli 10 hibrid var. Bəs qeyri-hibrid? Hər hidrogen bir qeyri-hibriddir. 6 dənə. sp3 bizə qeyri-hibrid vermir. Hər sp2'də də bir dənə qeyri-hibrid var. İkisində də 2 dənə eləyir. O da eləyir 8. Ümumi də orbitalların ümumi sayı 18. B variantı. Bax bir də deyirəm. Hibridi bilirsiniz. İstənilən alkende 2 dənə sp2 var. İndi 3 dənə karbon 2 sp2 isə 1 sp3'dür. 1 sp2'də 3 hibrid varsa ikisində 6 eləyir. Bir dənə sp3'də də 4 hibrid var da 1s 3p. Bu da elədi hibrid 10 dənə. Qeyri-hibriddəki hər hidrogen 1, hər halogen 1, hər oksigen 2 qeyri-hibrid olur da. Bir də ki sp3 bizə qeyri-hibrid vermir. Hər sp2'də bir dənə, hər sp'-də də 2 dənə qeyri-hibrid var. Oradan da qeyri-hibridi bu qaydaya görə tapdım və offshore orbitalların ümumi sayını 18 tapdım. B variantı. 16-cı sualda. Alken, hibrid. Alkenlərdə bayaq çıxartmışdıq da əvvəldə. Hibridin düsturu nətər olmuşdu? 4-dən çıx ki. 22'dirsə, buradan N eləyir 6. Deməli 6 dənə karbon var. C6H12 imiş. Deyir indi bunu elə az ki, birli karbon atomların sayı 4 dənə olsun. Birli karbon atomu sayı 4 dənə olsun. Belə açsaq olarmı? Bəli, bax. 6 karbonunu açdım. Və 4 dənə birlisi var. Bax, işarə qoyduqlarım birlidir. Niyə? Çünki bir karbona birləşiblər. İndi ən uzun zənciri seçirəm. 2 qat hər iki tərəfə eyni dərəcədə yaxındır. Radikallar da hər iki tərəfə eyni yaxındır. İndi bunun adı nə olur? 2,3 dimetil buten 2. 2 qat 2'yə düşür. 2,3 dimetil buten 2. Hə, o yoxdursa, onda problem yoxdur. Onda belə deyim də, yəni mən belə açdım bunu. Onda belə açarım. Bir dəqiqə. Onda 2 qatı başa qoy. Problem deyil. Yenə problem deyil. Yəni mənim yazdığım yoxdur da. Yəni eyni şey də bu bilirsiniz necə bu deyir elə aç ki 4 dənə birlisi olsun. Məsələn mən bayaq açdığımda da 4 dənə birli var. İndi işarələyirəm. Burada da 4 dənə birli var da. Prosta 2 qatı belə qoy. Onda bu 2,3 dimetil bu ten 1'dir. Başa düşdükmü? Sonra nə deyir? Sonra deyir ki propenlə etan. C2H6 etandır. Propen də C3H6'dır. İkisi bir yerdə 10 litrdir. Lap yaxşı. Bunun üzərinə bromlu su gəldi. Və qabın kütləsi 4,2 qram artdı. Bilirik ki, bromlu suyu rəngsizləşdirən alkendir. Ona görə burada bromlu su olan qabdan keçirəndə deyir qabın kütləsi bu qədər 4,2 qram artdı. Deməli bromlu su ilə reaksiyaya girən, bromlu suyu rəngsizləşdirən maddəmiz alken olacaq. Çünki alkanlar doymuşdu, olmur. Onda deyir ki, qabın kütləsi 4,2 qram artır. Sual verirəm. Artım nəyin hesabına oldu? C3H6'nın. Çünki bromlu su ilə reaksiyaya girən C3H6'dır. Onda bunun öz emeri nə qədərdir? 12 3 avranda 36, 6 gələndə 42. Özü normalda neçə litrdir? 22,4. Bəs doyurda 2 qram neçədir? Beləyir 2,24. Bəs option nə qədər idi? Bir fikir verin. 10 litr. 10 litrin 2,24'ü C3H6'dırsa 7,76 litri də C2H6'dır. Bu məndən bunu istəmir. Mənə ilkin qarışıqda propenin faizini istəyir. Onun 100'dürsə propen budur bax. 2,24'üm də x-dir. O deyir 22,4. Bu sual elə bil topluda da var idi. Normal şəraitdə sıxlığı verib. Görürsünüz, mörtəzidə normal şərait yazıb. Sıxlığın düsturu normal şəraitdə o bərabərdir böyüyən böl 22,4.
2 onda 5 bərabərdir. Böyük n bölü 22 onda 4. Böyük n bərabər deyir 56. Alkenlərdə 14 deyən 56-dırsa, n 4 eləyir. Deməli, formul C4H8-dir. İndi bu alkeni bizə dəqiq. Bu alkeni tapmışam. Üzərinə bromlu su gəl. C4H8, brom 2. İndi bunu verib 2 onda 8. Emeri nədir? 56. Mənə deyir ki, neçə qram 4%li bromlu su lazımdır. Gəlin görək hələ neçə qram bromla reaksiya girib. Bunu tapaq. X buradan nə qədər eləyir? 8 qram. Elə. Çünki vergül atdım 0. Bundan bu getdi 20. 160'ı 20'ye böldüm 8 qram. İndi həmən 8 qram bromu neçə faizli verib? 4%li. Onda X-ə də 100%lidir. X eləyir nə? 20. Yox ey. Bizə dəqiqə. Bununla bu getmirmi? 2. Estağfurullah. 200. 200 cavab B. 18'də B. 19'a baxırıq. 19'da nə deyir? Alken CNH2-dir. Alken CNH2-dir. Proton düsturu. Karbonda 6 dənə vurdum yenə 6-ın üstə gəl. Hidrogende 1 dənə 2-yə vuranda 2-yə bərabər 32'yə. 8n bərabər 32'yə, n eləyir 4'ə. N 4 isə deməli bu C4H8-dir. İndi bunun 1 molu yananda alınan karbon qazının həcmi. 1 mol yananda C4H8. Ümumiyyətcə alkenlər yananda nə verir? CO2 ilə su verirlər. İndi bu tənli yazıb. Yox, nə edirəm? Suyu yazıb. Mənə CO2 lazımdır. Aha, sxem qurdum da, alkeni yazdım, ox qoydum, karbon qazını yazdım. İndi əmsallaşdıram. Gəl görək 1 mol yananda neçə litr CO2 alınır? Özü 1 molda 4,22 onda 4-dürsə, elə 1 molada 89 onda 6-dır. Əvvəl alkenimi tapdım, sonra onu yandırdım, CO2'mi tapdım da oradan. D variantı da cavab. Sonra 20'də deməli X-in üstə H xlor gəlib, gördüyünüz kimi Y alıb. Sonra Y-in üstə natrum gəlib, Z üstə gəl natri xlor. Görürük də birinci Markovnikovdur, ikinci Vurs reaksiyasıdır. Baxın, ikinci tənlikdə özü dilinlə deyir ki, Z maddəsi 3,3,4,4 tetrametil heksan. Heksan deyəndə neçə karbon düzüldü? 6 dənə. 3,3,4,4 tetrametil. İndi nəyin üstünə natrum gələndə bu alınıb? Deməli bunu ortadan yarı bölürəm. CH3, CH2, CH3, CH3, xlor. Bax bu imiş. Bunun üstünə natrum gələndə bunu alıb. İndi bunu alkenə çevirəcəm. Niyə? İndi nəyin üstə H xlor gəlib bunu alıb? Deməli bu beləymiş. CH3, CH, 2 qat karbon, CH3, CH3. Beləymiş ki, üstünə H xlor gələndə bunu Markovnikovun hidrogen çox olan tərəfə, xlor isə az tərəfə birləşdirərək aşağıdakını alıb. İndi X maddəsinin beynəlxalq adı. Ən uzun 2 qatın daxil olduğu ən uzun zəncir seçilir. 2 qat yaxın olan tərəfdən nömrələnir. Elə. İndi onun adı nədir? İkincidə metil var. 2 metil. 4'də deyirlər buten, buten 2. 2 metil. Buten 2. D variantı. Topluda da belə suallar çox idi, öz bilsiz. O biri sualda nə deyir? O biri sualda bir atomlu spirti görürsünüz. T böyük 140'da bilirsiniz ki, alken alınır. İndi burada 2 qatı harda yaradacağım? Demişik ki, hidrogen birləşəndə hidrogenin çox olan tərəfə birləşir. Amma qopanda az tərəfdən qopur. İndi burada su çıxardacağım da. T böyük 140'da alken alınır, bir də su çıxır. İndi su üçün HOH lazımdır. OH buradan qopur. Hidrogen OH-ın birləşdiyi karbon sağına soluna baxırsan. Harda azlısı oradan qopur. Az olan buradır bax. İndi yazıram CH3, CH, 2 qat CH, CH3. Bax belə. Üstə gəldə su. İndi bu maddə üçün nə doğrudur? Bunun adı nədir? Bunun adı buten 2. Onda bir səhvdir. Cis trans izomeri var, bəli. Nə 2 qat ucda deyil, nə də 2 qatın birləşdiyi karbona keyin radikal birləşmir. İndi ben bunun üstünə brom gəlsəm bu maddənin nə alınacaq? CH3, CH, CH, CH3, pi qırıldı, bromlar birləşdi. Bunun adı nədir? 2, 3 nömrələ belə. Nömrələdim mi? 2, 3 dibrom butan. Düzdür. Molekulunda sp3 s orbitalı. Bax sp3 karbonlar bulardı bax. Bax bulardı.
Bunlar SP2'dir. Buraya baxma. İndi SP3S burada 3 dənədir. SP3S burada 3 dənədir. O da eləyir 6. SP3S nədir? SP3 karbona birləşən hidrogen sayı. O da eləyir 6 dənə. Səhvdir də. Onda 2 ilə 3 deyilmi cavab? C variantı. Aha, keçək o biri sualımızın izahına. 31-ci sual. 31 nədir? Bir dəqiqə, 21'i dedik. Hə, indi 22 dənə. Sis trans izomerliyə malik və karbon atomlarının sayı minimum olan alkenin siniflərarası izomerini göstər. Ən balaca sis transa sahib olan budur da. Alken budur da. Düzmü deyirəm? Məsələn, düz deyil, ən balaca alken budur. Bunun sis transı yoxdur. Sonra budur. Burada da sis trans yoxdur. Amma bunda var. Sonra məsələn belədir, amma burada sis trans yoxdur. İndi 2 qatı ortaya keçirdim, bu alındı. Bunun da siniflərarası izomeri disiklobutan olacaq. Çünki alkenlər disiklo alkanlarla siniflərarası izomerdir. Hə, disiklobutan axtar, çünki 4 karbonludur. Amma disiklobutan yoxdur. Onda 4 karbonlu başqa disiklo alkanı belə yaza bilərik. Metil disiklopropan. Yığsan bu da C4H8'dir, bu da C4H8'dir də. Emerlər eyni, quruluşları fərqli, ayrı-ayrı sinifdir, ona görə də siniflərarası izomerdir. Cavab nə oldu? C variantı. 23'də. Alken CNH2'dir. Alkende proton düsturu 8N'dir. 6N karbondu, 2N hidrogen. 40'dırsa N eləyir 5. Hibrid orbitalların sayı. Alkenlərdə hibridin düsturunu bayaq əvvəldə çıxartmışdıq. 4N çıx 2'dir. İndi N'i 5 alıbsansa 4'ü 5'e vurur. 22 çıxanda 18. C variantı. 23'də C. 24'də. Hansı reaksiyalardan alınan X maddəsi propendir? Bilirik ki, T böyük 140'dan alınır alken. Birincidə alken alınacaq. C3H6 alınır. Üstə gəl su. Bu düzdür. İkincidə. Mən demişəm bir halogenli alkanın üzərinə əsasın spirtdə məhlum gələndə alken alınır. 2 halogenli də alkin alınır. Üstə gəl kalium brom, üstə gəl su. Bu ödəmədi. Bu alkindir. Üçüncüdə. 2 halogenli alkanın üstə metal gələndə halogenlər yanaşıdırsa alken, aralıdırsa disiklo alkan alınır. Orada halogenlər yanaşıdır. Onda alken alınacaq. Üstə gəldə sink xlor 2. Bu propendir də, düzdür. C3H6'dır. Bu düzdür. Üçüncüdə. O vürs reaksiyasıdır. Ona orada heç alkan alınır. Ona baxmağa dəyməz. Orada da 3 karbonlu bromdur. Orada alınacaq C6H14. Çünki C3H7 bromdur da. Üstə natrium gəlib. C3H7 öz-özündən kopyalanacaq. Bu alınacaq. Cavab 1-3 A variantı. Sonra keçirik 25-ci suala. Deməli, alken CNH2'dir. Bilirik ki, alken yananda oksigen qabağına 3N/2 düşür. Və N mol CO2, N mol da su alınır. Nəsə, mənə alkenlə oksigeni verib deyə bu hissəsini yazdım. 0,1 mol molnaxda əmsal. 19,2 qram, qramın altına da bu da 3N/2 vur 32. Qrama qram yazacağım da. O 2 32 daxil. Aha. Vergülləri atıram. 192 bərabərdir. Bura nə qədər eləyir? 48 N. N də eləyir nəyə? 4'ə. Deməli bu C4H8'dir. Proton düsturu. Hə, protonu hesabla. Düzdür, proton düsturu 8 N'dir. 8 4'ə vuracaq 32 ya da özümüz tapaq. Bir karbonda 6 proton var. 6 vur 4 üstə gəl. Hidrogende də 1 dənədir. 1 də vursan 8'ə. O da eləyir 32. Cavab C variantı. Aydındır mı? Sonra 26-cı sualda. Alken CNH2'dir. İndi də yandırıb su alıb. Suya doğru sxem qururam. Deməli bunu verib 0,25 mol. Bunu verib 22,5 qram su. İndi molun altı əmsal. Bu da 18 N. Vergül attım 0,0. Bununla bu getdi 4'də 1. 4'ü vuranda neçə eləyir? 90 bərabərdir 18 N. N eləyir 5'ə. Deməli bu C5H10 alkenidir. İndi burada qeyri-polyar kovalent rabitənin sayı. Alkenlərdə qeyri-polyar rabitə karbon sayı qədər olur. Düz deyil, alken də alkan kimi alifatikdir. Əslində onlarda da qeyri-polyar karbon sayı ilə bir əksik olmalıdır. Amma alkenlərdə alkanlardan fərqli olaraq pi rabitədə var. Və pi rabitədə CC arası olduğu üçün o da qeyri-polyardır. Ona görə alkanlarda qeyri-polyar karbon sayı ilə bir əksik olsa da alkenlərdə karbon sayı qədərdir pi rabitəyə görə. C variantı. 27.
Karbohidrogenlərdir. Molekulunda protonlarının sayı 1 A'dır, 1 A üstə gəl 24'dür. Hibrid orbitalın sayı 1'i B'dirsə 1'i nə qədər olar? Heç nə, yəni çətin bir şey deyil. Yəni burada bir ipucu olmalıdır. Və o ipucu da 24 məsələsindədir. Niyə? Niyə 24-dədir? Baxın, karbohidrogendir 2 dənə. Gəlin belə danışaq da. Ümumiyyətcə bir karbohidrogenlərin içərisində biri o birindən nə qədər fərqlənir? CH2 qədər, düzdür? Aysal. Məsələn, alkenlərin içərisində CH4, C3H6, C4H8 aralarında CH2 qədər fərq var, görürsünüzmü? Bir CH2-də protonu hesablasaq, aramızda neçə karbon fərq olduğunu deyə bilərik. Onda bir karbonda 6 dənə proton var, hidrogende də 1 2 vuranda deyilir 8. Deməli, bir CH2 artanda 8 dənə proton fərqi var. 8 proton. Bəs 24'ü 8'ə bölsən, onda aramızda neçə dənə CH2 fərq var? 3 dənə. Bir CH2-də hibrid karbon sp3-də, 1 sp3-də 4 hibrid varsa, 3'ü 4'ə vuranda eləyəcək 12. Deməli, biri o birindən 12 hibrid çox deməkdir. Cavab B variantı. Başa düşdünüz? Bu əslində yenə deyirəm. Sizə həmişə bir şey öyrətmişəm. Deyirəm ki, hər sualda bir dənə incə nöqtə var. Hər sualın o əsas pik nöqtəsi var. Əsas biz o ipucunu tutana qədərdir. Biz onu tutduq, ondan sonra sual özü gəlir. Məsələn, bax yenə deyirəm, XY karbohidrogenidir. Proton sayı 1'i A'dır, 1 A üstə gəl 24'dür. Biz deyirik ki, onsuz da birindən o birinə keçəndə, bir sinifin daxilində, bir nümayəndədən o birinə gedəndə, məsələn, metan, etan, propan, butan görürsünüz, arasında CH2 fərq var. Elə? Arasında bir CH2 fərq varsa, deməli, arasında 8 proton fərq var. İndi bir o birindən 24 proton çox, o deməkdir ki, bir o birindən 3 dənə CH2 çoxdur. 3 dənə CH2-də də hibrid, CH2-də sp3-də də karbon. Bir sp3-də 4 hibrid varsa, 3 dənəsində elişək 12 dənə. Aydındır mı? Cavab B. 28'də alkendir, CNH2. Üstə gəl, yandır deyir bunu. Yananda 3m/2 O2 alınır da. Aha. Yox. Alkenin yanmasına, 1 mol alken yanmasına 3m/2 qədər oksigen sərf olunur. İndi bunu 1 mol verib, bunu 134/4 verib. Molun altı əmsal, litrin də altına əmsal vuraq, 22/4. Buradan bu neçə eləyir? Bununla bu gedir 11/2. Bu eləyir 33/6 n bərabərdir 134/4. N də bərabərdir 4 dəfə eləyir də. Deməli bu nədir? C4H8'dir. İndi deyir bunu elaz ki, bunun cis trans izomeri olsun. Bax belə eləsəm, 2 qatı uca yazsam cis trans olmuş idi. Elə yazdım ki, cis trans izomeri var. sp3s sigma rabitəni istəyir. Bunlar sp2'dir, baxma. sp3 karbonlar bunlardır. sp3 karbon o karbondur ki, baxın. Əgər karbondan yalnız tək qat çıxarsa sp3'dir. Bir dənə 2 qat çıxsa sp2'dir. 2 dənə 2 qat ya da bir dənə 3 qat çıxsa həmən karbonunda sp-dir. Yaxşımı? Ona görə kənardakilara sp3 dedim ki, onlar yalnız tək qatlıdır. İndi sp3s nə deməkdir? sp3 karbona birləşən hidrogen sayı. 3'ü burada, 3'ü də burada. Elə də 6 dənə. Cavab B variantı. 29. 29'da nə deyir? 29'da deyir ki, sualda bu bir dəqiqə. 29'da deyir ki, alkanla alkendir. Alkan CNH2 plus 2'dir. Emerindən danışır. 14n üstə gəl 2 bərabər ad. Alken CNH2'dir. Bunun emeri nədir? 14n. Bu da açıq 30'dur. Bunu gətir bura qoy. 14n bərabərdir. 14n üstə gəl 2 çıx 30. Onda burada neçə eləyir bu? Yox. Deyir ki, 1 molu tam yananda alınan suyun mol sayı. Bunun öz emerini oradanca çıxarda bilərdim. Yox, burada 14 denlər bizə heç nə verməyəcək. Bunlar gedi. 14 den heç nə qalmır ki burada. Bizə dəqiqə bax. Deyir alkan, bax CNH2 üstə gəl 2. Deyir bu alkan 1 molu yanıb. 5 mol su alınıb. Əgər alkanın 1 molu yananda 5 mol su alınıbsa, 5 mol suda neçə hidrogen var? 10 dənə. Onda bu hansı alkandır? C4H10'dur da. Bəli. Bu C4H10'dur. Emeri neçədir? 58.
A bərabərdir 58-ə. İndi deyir 58-dən 30 çıx. Bu neçə eləyir? 28. Emeri 28 olan alken SH4-dür də. İndi SH4-ün 1 mol SH4 yanında nə qədər su alınır? 1 mol alken yanında 2 mol su alınacaq. Alınan suyun mol sayını istəyirdi. Y variantı. 30-cu sualda. Alken CNH-kendir. Molekulda rabitələrin ümumi sayı. Bilirik ki, pi rabitəsi bir dənədir. Sigma rabitədə alifatik deyə ümumi atom sayından 1 əksik. Bunları cəmləyəndə onda ümumi rabitə 3N'dir. Deməli, 3N-i bərabərdə A verib. Hibrid orbital. Alkenlərdə bayaq başda hesablamışdıq. Hibrid 4N çıx 2-dir. Bu da A üstə gəl 3-dürsə. İndi burada A-nın yerinə bunu qoysaq 4N çıx 2 bərabərdir. 3N üstə gəl 3. N eləyir 5. Bu hansı alkende? C5H10. Burada hidrogen atomunun sayını istəyir. O da 10 dənədir də hidrogenin Y variantı. Sonra nə deyir? 31-ci sualda. 31-ci sualda bizə deyir ki, alkendir. sp3 hibrid orbitalının sayı. Baxın, bilirik ki, bir sp3-ün yaranmasında 4 dənə hibrid iştirak edir. İndi 8 dənə hibrid varsa bu nə deməkdir? Deməli, bunun 2 dənə sp3-ü var. Bu alkenin 2 sp3-ü var. Ümumiyyətcə istənilən bir alkende də 2 dənə sp2 var. Niyə? Çünki bir dənə 2 qat var axı. 2 qatın birləşdiyi karbonlar sp2-dir. Onda belə çıxır ki, bu alkende ümumi 4 karbon var. C4H8. Niyə? Çünki tapdım ki, bunun 2 dənə sp3-ü var. Nağdı 2 dənə də sp2 var da həmişə. Onda 4 dənə də o C4H8. İndi deyir bunu elə aç ki, o Markovnikov qaydasından H-bromla reaksiya girməsin. Markovnikovla getməməsi üçün pirin birləşdiyi karbonların yanında hidrogenlər bərabər olmalıdır. Bax, bunu butenki kimi açsam, burada Markovnikovla girmişək. Çünki hidrogenlər eynidir. Amma normalda Markovnikov qaydası nədir? Hidrogen çox olan tərəfə, halogen ya da OH hidrogen az olan tərəfə birləşir. Aha, indi burada sp3 S örtülmədən yaranan sigma. Bunlar sp2-dir, bu heç. sp3 S örtülmədən yaranan sigma. Burada 3 dənədir, burada 3 dənə. Yəni, bu nə deməkdir? Bilirsiniz, baxın. Bax. Bu karbon deyim belə. Bax, açıq yazsaq. Bax, bu karbon sp3-dür. Bunlar da S-dir. Gördün mü? sp3, S orada 3 dənə. Bu tərəfdə də 3 dənə ilə də 6 dənə C variantı. Da bayaqdan bu sualdan neçə dənə düşüb? 32-də. Alkendir, CNH-gen. Bu yananda oksigenden CO2-dən danışır. Üzr istəyirəm. Deyir, müəyyən miqdar alkenin tam yanmasından 16 litr CO2 alınmışdırsa, onda belə eləyək də opşi yazaq. Yazıram CNH-gen. 16 litr CO2 alınıbsa neçə litr oksigen sərf olunur? Litrin altına əmsal veririm ki, onda 4. Bunlar gedir. Bu enlər də gedir. Bunu çarpaz buraya vuranda x eləyir 24. Y variantı. 33'də. Propilenlə butenlə danışır. Propilen C3H6, buten C4H8. Propilen C3H6, buten C4H8. Bunlardan ibarət qarışıqda karbon kütlə payının qarışığa əlavə edilən etilen mol miqdarından asılı qrafiki hansı variantda doğru göstərilib? Deməli, bu qarışıq var. Bunun da üzərinə bir etilen gəlir, yəni C2H4 gəlir. Və burada etilenin mol, elə bil ki, karbon kütlə payının etilenin mol miqdarından asılı qrafik. Əlbəttə ki, asılı deyil. Niyə? Mən sizə demişəm ki, alkenlərdə, sikloalkanlarda formul CNH-gendir. Və bunlarda da emer artdıqca nə karbonun, nə hidrogenin kütlə payı dəyişmir. A variantıdır. 34. Naməlum alken, CNH-gen. 0,2 mol yanında 14,4 qram su alınır. Suyu içindən çıxardıram. Da yanında CO2 su alınmırmı? Suyu verdiği için suya doğru sxem qurdum da. Bunu verib 0,2 mol, bunu verib 14,4 qram. Molun axtı əmsal, bu da 18 N. Vergüllər getdi, bundan bu getdi. 72 bərabərdir. 18 N eləyir 4. Deməli, bu formul C4H8-dir və burada da ümumi 12 dənə atom var. Cavab C variantı. 15'də. 35-ci sualda. 1,2 xlor dibutan. 1,2 dixlor butaney.
xlor. Bunun üzərinə sink gəlir. Halogenin üzərinə metal gələndə bilirsiniz ki, orada halogenlər yanaşıdsa alken, aralıdsa sikloalkan alınır. İndi bunun üstə H-xlor gəlir. Bilirsiniz ki, bu Markovnikovdur. Hidrogen çoxa, xlor aza. Sonra bunun üstünə natrium gəlir. Bu Würz reaksiyasıdır. Halogen natriumla gedir. Halogenin çıxdığı yerdən kopyalanma baş verir. Natrium xloru götürdü. Təbii ki, natrium xlor çıxdı. İndi bu kopyalanacaq Würz reaksiyasıdır da güzgü əksi. İndi burada neçə dənə birli karbon var. Birli karbon odur ki, karbon bir karbona birləşsin. Bax, bunlar birli karbondur. Məsələn, bunlar ikilidir. Məsələn, bunlar üçlüdür. 4 dənə birlisi var, D variantı. (35) yazdıq. İndi 36. 36-da. Deməli, CH4-ü 550 600 dərəcə Selsiyə parçalayanda CH4 üstəgəl H2 alınır. CH4-ün üstünə oksigen gəlib yandırıb əmsallaşdır deyir. Tənli yazdıq, əmsallaşdırırıq. Deməli, A3-dür. Bu A-dır. Bu B-dir, bu da C-dir. Əmsalların cəm eləyir 7. 3, 2, 2. D variantı. Deməli, 37-də X-in üstə sink gəlir. Bax, ox qoyuram. Deməli, heksan deyəndə 6 dənə karbon düzüldü. 2, 3, 4, 5 tetrametil. Aha. İndi bax, bu Würz reaksiyasından alınıb da, düzdürmü? Monohalogenli alkansa metal gəlib. Çünki buradan sink xlor 2 də çıxıb da, onu görürəm. Kopyalanıb Würz reaksiyasıdır. Bunu onda ortadan bölürəm. Elə? Bunu ortadan böldüm. Yo, bir dəqiqə. Bu bir halogen. Hədə bu Würz reaksiyasıdır. Bir halogenli olacaq. Bizə dəqiqə bunu düzəldim. Bu beləymiş. Bunun üstünə sink gəlib, sink xlorla birləşib və bu da öz-özündən kopyalanıb. Əla. İndi mən o maddeyi götürürəm X maddəni. Bunun üzərinə əsasın spirtdə məhlulunu gəlirəm. Spirt məhlulunu. Mən sənə demişəm, bir halogenli alkanların üzərinə əsasın spirtdə məhlulunu gələndə alken alınır. 2 halogenlilərdə alkin alınır. İndi burada alken alınacaq. Bax belə. Üstə gəl kalium xlor, üstə gəl su. İndi bu alkeni səmərəli adlandır deyir. Biz nə edirik? Səmərəli adlandırmada 2 qat olan hissəni işarələyirik, ona birləşən qolları kiçikdən böyüyə doğru deyib, axırda da etilen deyirik. İndi bu trimetil etilendir də. Trimetil etilen, B variantı. (38)də etilen CH4-dür. Etan da CH6-dır. Bunlardan ibarət qarışıq hidrogen iştirakı ilə tam doymuş hala keçdikdə qarışıqda olan atomların ümumi sayı 1,25 dəfə artır. Baxın, gəlin belə eləyək. Bax, CH4 hidrogenlə girəndə CH6-ya çevrilir. CH6 hidrogenlə girməsə də CH6 olaraq qalır. Gördünüzmü deyirəm? Bax, başda qarışıq. Hidrogen iştirakı qarşıda olan atomların ümumi sayı 1,25 dəfə artır. İlkin qarşıda etilən hədif var. Deməli, başda qarışıq hasıdır. CH4-dən CH6-dır. Düzdürmü? CH4-dən CH6-dır. Bilmirəm, birini X yazıram, birini Y yazıram. Nə qədər atom var burada? 6X, üstə gəl, bu da eləyir 8Y. İndi, reaksiyadan sonra qarışıq nə olur? Bu X girib X alınır, bu Y qədər onsuz da sərf olunmur, qalır. 8X, üstə gəl 8Y. Deyir ki, atomların ümumi sayı 1,25 dəfə artır. İndi bunu 1,25-ə vurub buna bərabər eləyəm. Bu neçə eləyir? Neçə eləyir bunu vuranda?
6 tam 6 5 olsun. 7 tam 10'da 5 değil mi? 7 10'da 5 x. Üstə gəl nə eləyir bu da? 2 10 y bərabərdir 8x üstə gəl 8y. Onda 2y bərabərdir 0 tam onda 5x-ə. Elə? Düzdürmü? Buradan nə alıram? Vergül atıram buraya 0. 20y bərabərdir 5x-ə. Y 1'dir, x də 4'dür. Gördünüz mü deyirəm? Aha. X 4'dürsə, deməli əlimdə 4 mol SH4 var. 1 mol da SH6 var. Nə istəyir ki burada? Proses zamanı ilkin qarışıqda etilenin həzm payını. Etilenin həzm payı. Ümumi 5'dir. 5'im 100'dürsə, etilen 4'üm də x-dir. Bu da eləyir 80%. Y variantı. Bax, bir də izah edirəm. Yəni, çox maraqlı, çox asan sualdır. Çətin görsəndiyinə baxma. Baxın, bizdə etilen var, bir də etan var. Hidrogenlə reaksiya apardım. Bu reaksiya girdi, etana çevrildi. Amma bu hidrogenlə reaksiya getmir. Amma getməsə də, getmədi də. Getməsə də SH6 olaraq uşaq var da orada. Deməli, başdakı qarışığım budur, sondakı qarışığım budur. Alınan CH6 və reaksiyaya girməyən CH6. Bu sonda olandı. İndi mən də bunların arasından nə qədər götürüldüyünü bilmirəm. Buna görə buna bir x yazdım, buna bir y. X girən, onsa 1'in 1'ə gedir deyə x-ə x alındı. Bu da y-ə y alındı. İndi başdakı atomların ümumi sayı. Burada 6x dənə, burada isə 6y dənədir. Burada nə qədərdir? Burada 8y, burada 8x, burada 8y. 1,125 dəfə artdısa, birinciyi 1,125'ə vurub buna bərabər elədim. X, y-in qiymətini aldım, sonradakı faizini tapdım. Nə var ki? %39'da nə deyir? Etilenin yanması. Qrafikdən nə görürəm? Etilen 5'dən 2'yə düşüb. 5 bunun başlanğıcıdır, 2 artığıdır, 3 sərf olunur. Gəlin görək, indi birincidə yazıb 6 mol su alınır. Gəlin görək neçə mol su alınır. Neçə eləyir 6? Deməli 1 düz. 4 mol CO2 alınır. Y, bu da 2. Y eləyir 6. Deməli 2 sərfdir. 9 mol oksigen sərf olunur. Bir Z. Buna da 3. Z də bərabərdir 9. Bəli, düzdür. Yəni tapdım ki, 3 mol etilendən neçə mol CO2, neçə mol su, bir də neçə mol oksigen sərf olunur yanmasına. Hamısını tapdım. O da 1 ilə 2'nin doğru olduğunu gördüm. C variantı. Yox, 1 ilə 3'ün, üzr istəyirəm. 1 ilə 3. O birisinə keçirəm. Etilen SH4 və hidrogen qarışığının 30 litri tam doymuş hala keçdikdə qabda təzyiq 20% dəyişir. Alınmış qarışıqda etanın həzm payını faizdən hesablan. Qabda təzyiq 20% dəyişir, o nə deməkdir? Aha, 20%. Baxın, burada elə bil ki, təzyiq qaza görə olur. Başa düşdünüzmü? Təzyiqi yaradan qazdır. Yəni, burada əgər deyirsə ki, təzyiq 20% dəyişir, burada bu qazın molunda dəyişiklik var ki, qabda təzyiq dəyişib. Başa düşürsünüzmü? İndi görək artacaq, azalacaq. İndi ona qərar verəcəyik. Baxın, bizə etilen deyir, bir də hidrogen deyir. Bizə bunun ikisini bir yerdə 30 litr verir. Düzdür? Və bizə deyir ki, bunları tam doymuş hala keçirəndə, onsa burada bunları qarışdıranda SH4'dən H2 reaksiya girir. Və bizə nə verir? SH6. Və bizə deyir ki, 30 litr, bu ikisi bir yerdə 30 litr idi. Və bunlar doymuş hala keçəndə təzyiq 20% dəyişdi. Mən 30'un 6%-ni, üzr istəyirəm, 20%-ni tapanda məlum məsələdir ki, 6 litr eləyir də, düzdür? Aha. Deməli, burada 6 litr fərq var. 6 litr oynama var da, başa düşürsünüz mollarda. Yenə deyirəm, təzyiqi yaradan qazdır. Başa düşürsünüzmü? Aha, qaz nə qədər çox olarsa, təzyiq o qədər çoxalar. Qaz azalarsa, təzyiq azalar. Yəni, belə deyək də. Və indi gəlin görək bu qabda bu təzyiq azalıb, yoxsa artıb. Bax, görürsünüzmü? Məsələdə yazıb təzyiq 20% dəyişər. Deməyib, 20% artar, yoxsa 20% azalar. İndi biz bunu tənliyin özündən görürük. Bax, burada görürük ki,
2 mol qaz girib 1 mol qaz alınıb. Həmişə deyirdim, məsələnin şərtində artma azalmanı izləyin. Baba, qazın molu 2-dən 1-ə düşüb. Nə qayırıb? 1 mol azalıb. Düzmü deyirəm? Qazın 2-dən 1-ə düşüb və buradan da yenə deyirəm, görsənir ki, 1 mol azalma var. Onda deyirik ki, 1 mol azalma olanda, bu bizdən alınmış qarışıqda etanın həcm payını istəyir. 1 mol azalma olanda 2-dən 1-ə düşdü də, düzdür? 2-dən 1-ə düşəndə 1 mol azalma var. 1 mol azalma olanda 1 mol SH6 alınıb. Bəs 6 litr azalma olanda, onsuz da hər tərəfə 22.4-ə vuranda, 22.4-lər ixtisar gedir də. İndi 1 mol azalma olanda 1 mol SH6 alınırsa, 6 molda azalma olanda X olar. Bu da neçə eləyir? 6. SH6. Deməli, bizim qazımız əvvəldə 30 idi. Elə bunun 6-sı azaldı. Onda alınmış qarışıq nə qədər oldu? 24. Yazırsan ki, 24-ün 100%-dirsə, səndən detanın faizini istəyir. 6 da X-dir. O da neçə eləyir? 25%. Bax, yenə deyirəm. Təzyiqi yaradan nədir? Təzyiqi yaradan qazdır. Başa düşdünüzmü? Bu deyir ki, 30 molun elə bil ki, doymuş hala keçəndə qabda təzyiq 20% dəyişir. Bax, mən bu tənlikdən görürəm ki, qabda təzyiq azalıb. Hardan bildim? Çünki qazın molu azaldı. Deməli, 20% azalma var da. 30-un 20% neçə ilə 6. 30-dan 6-yı çıxanda deməli qaz qarışığı 24 qalıb. Sonra 41-ci sualda. 41-ci sualda nə deyir? SH5OH 180 dərəcə Selsi bilirsiniz ki, hansı temperaturda? T böyük 140. Çünki T böyük 140-da alken alınır da. SH4 üstə gəl sualımıza. Nə doğrudur? Lap istəyirsiniz bunu açıq yazım. Nə desə onu saya bilərsiniz. 4 dənə sigma var. Xeyr, burada 5 dənə sigma, bir dənə pi var. Bir səhv. Düzmü deyirəm? Aha. Sis transizameri yoxdur. Bəli, 2 qat ucdadır. Sis transı yoxdur. Sonra yox deyir də, düz deyir də. Burada sis transizamerlik yoxdur axı. Düz deyir. Aha. Molekulunda sigma rabitələrin hamısı sp2s orbitallarının örtülməsindən yaranır. Bəli. Sigma rabitələr yox, əvvəl baxaq. Bunlar s-dir, bəli. Bax, burada 4 dənə sigma, 4 dənə sigma. Bax, bunlar sp2s örtülmədən yaranır. Amma bir dənə sigma sp2-sp2-dən yaranır. Bəs bu pi rabitə? Pi rabitə pp orbitalının yanbayan örtülməsindən yaranır. Onu qatmayaq. Sigmadan danışır. Yəni sigmanın hamısı sp2s-dən yox. Bir dənəsi sp2-sp2-dən yaranır. Ona görə 3 səhvdir. 1 mol 22.4 litr həcm tutur, düz deyir. Çünki bu qaz halında maddədir. İstənilən də qazın 1 molu normal şəraitdə 22.4 litr həcm tutur, düz deyir. 42. Alkenlərin homoloji sırasının ikinci nümayəndəsi SH6-dır. Niyə? Çünki N2-dən başlayır. SH4 ilkdirsə, SH6 ikincidir. Bunu açıq yazıram ki, nə desə onu saya bilək. Tək qatlar sigmadır. 2 qatın biri sigma, biri pidir. 3 qatın da biri sigma, ikisi pidir. Həmişə biri sigmadır. İndi 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 sigma, 1 pi var. Ona görə bir səhvdir. Hidratlaşanda kili spirt alınır. Markovnikovla gedir. Hidrogen çox olan tərəfə, OH az tərəfə. Bəli, bu ikili spirtdir. Çünki OH-ın birləşdiyi karbon 2 karbona birləşib. Bütün karbonlar sp2-dir. Xeyr, bu karbon sp3-dür, bunlar sp2-dir. Hidratlaşanda ikili spirt alındı, düz dedi. Üçüncü səhv dedi. 0.1 mol tam yananda 6,72 litr CO2 ayrılır. Bu maddə SH6-dır. Bunun 1 molu yananda 3 mol CO2 alınır. İndi 1 mol yananda 3 vur 22.4 litr CO2 ayrılırsa 0.1 mol yananda nə qədərdir? X. Bu neçə eləyir? 6,72. Ona görə 4 də düzdür. 2, 4. Aydın demə. Alkenlər üçün hansı ifadə doğrudur? Molekulunda bütün karbonlar sp2 deyil. 2 dənə karbon sp2 olur, qalanları sp3 olur. Kalium permanganat məhlulu rəngsləşdirir. Bəli, pi rabitələr var deyə bromlu suyda kalium permanganatda rəngsləşir. Polimerləşmirlər. Xeyr, doymamışlar da. Pi rabitələr var, ona görə polimerləşir. Hidratlaşanda spirt alınır. Bəli, alkenlər su ilə reaksiyaya girəndə Markovnikov qaydasından pi rabitə qırılır. Hidrogen çox olan tərəfə, OH hidrogen az olan tərəfə birləşir və spirt alınır. Əgər 2 qatın birləşdiyi karbon yanında hidrogenlər eynidirsə, Markovnikov tətbiq olunmur. Amma yenə də spirt alınır da, pi qırılır, hidrogen bir tərəfə, OH bir tərəfə. Cavab 2 ilə 4. Yəni ümumi hətta tənliyi də deyə bilərəm.
Doymuş bir atomlu spirtlər alınır da həmişə. 2-lə 4. Deməli, 1 mol 22,4 litr həcm tutan və karbon atomların sayı maksimum olan alken molekulunda 1 molu 20, bax, C2H4, C3H6, C4H8. 1 molu 22,4 litr həcm tutan alkenlər bunlardır. Və karbon atomların sayı maksimum olan deyirsə, bu nəzərdə tutulur. Bunda olan qeyri-polyar. Bax, qeyri-polyar C-C arasıdır. Bunların da açılışı. Məsələn, belə açmadım. Görsən, 4 dənədir. 4 karbon arasında 4. Cavab 4. Baxın, alkanlarda qeyri-polyar karbon sayı ilə bir əksikdir. Məsələn, bu alkandır, elə. Neçə qeyri-polyar var, görsənmi? 4 karbon arasında 3 dənədir. Amma alkenlərdə karbon sayı qədərdir. Çünki orada pirabitədə qeyri-polyardır, axı C-C arasıdır. 42. Ney 42 nə idi? 44-də cavab 4 oldu, 45-ə baxıram. Deməli, metil etilen. Metil etilen budur. Siniflər arası izomeri. Alkenlər nə ilə siniflər arası izomeridir? Alkenlər. Sikloalkanlarla. Onda 3 karbonlu sikloalkan siklopropandır. Onda 1-ə B uyğundur. İkincidə dimetil etilen. Etilen budur. Dimetil də belə. Onda bunun siniflər arası izomeri ya bu olar. Siklobutan. Varmı? Ya da belə eləyə bilərəm. 4 karbonlu sikloalkan budur. Metil siklopropan. Y variantı. Metil siklopropan. İkinciyə Y variantı. Bəs üçüncüdə trimetil etilen budur. Trimetil. 3 dənə metil. Trimetil etilen budur. İndi 5 karbonlu. 5 karbonlu sikloalkanlar bunun siniflər arası izomeri olacaq. Məsələn, etil siklopropan ola bilər. Bəli. Məsələn, bu da C5H10'dur. Bu da C5H10'dur. Görsən. Bu olacaq. Sonra 5 karbonlu başqa sikloalkan varmı? Bəli. Buna deməli nə uyğun gəldi? C uyğun gəldi. Etil siklopropan. Bir də D uyğun gələcək. Niyə? Metil siklobutan. Bu da uyğun gəlir də. 5 karbonlu sikloalkan. Bəli. Deməli 1-ə B, 2-yə Y, 3-ə C-dir. Uşaqlar, bugünkü testimizin izahı bu qədər. Növbəti testimizin izahında görüşənədək növbəti testimizdə alkadiyenlər testinin izahını verəcəm. Sağ olun.